Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Və biz davam edirik və axırıncı dəfə qalmışdıq İmam Malik rahmehullahın bacısından İmam Malikin evdə nə ilə məşğul olması barəsində verilən sualda İmam Malik İbn Vahib rahmehullah nəql edir ki, İmam Malik rahmehullahın bacısından soruşuldu ki, İmam Malik evdə nə ilə məşğul olur və buyurdu ki, mushaf və tilavə, Quran və tilavətlə, yəni oxuma, Quran oxuması ilə. وَلَوْ قَرَأْنَا حَالَهُمْ بِحَالِنَا وَلَوْ قَرَأْنَا حَالَهُمْ بِحَالِنَا لَرَأَيْنَا عَجَبًا فِي التَّفَاوُتِ بَيْنَهُمْ وَبَيْنَنَا. Deyir, əgər biz onların sələflərin halı ilə öz halımızı ölçsək, bir tərəziyə qoysaq, bizimlə onların arasında çox böyük bir təəccüblü bir hal əmələ gəldiyini və çox belə deyək də fərq olduğunu görmüş olarıq. Kanu yaqraunal Qur'ana tulan və yehtamun bihi və kəsirun minna və li'asafin la yehtamun bil Qur'ana illa fi Ramazan. Və buyurur ki, Şeyx Hafizahullah deyir, onlar Qur'ana il boyu, il uzunu ehtimat, diqqət ayırardılar, ehtimat göstərərdilər. Və biz çox təəssüflər olsun ki, Şeyx qeyd edir ki, bizlərdən bəziləri Qur'ana yalnız Ramazanda diqqət ayırırıq. Və bundan da lap pisi odur ki, bəziləri heç Ramazanda da Quran oxumurlar. Quran əllərinə Quran almırlar. Və bu da necə pis haldan, pis bir əməl üzrə olduğundan xəbər verir. Və buyurur ki, və innəmə İzdədet inayəti sələfi bil Qur'an fi Ramazan ma'a admi ihmalihi tulan. Sələflərin Qur'ana olan ehtimadının çoxalması, diqqətlərinin artmasına səbəb, bununla bərabər də il boyu, yəni onlar Qur'anı ihmal etməzdilər, yəni Qur'andan uzaq düşməzdilər. Və kanu izə qara'ul Qur'ana qara'nahu bitədəbbür və təfəkkür. Yəni səbəbi nə idi? Qur'anı təfəkkür edərək, tədəbbür edərək oxuyar, fikirləşərək, mənalarını dərk edərək oxuyardı. Və ləm yekun hammuhum axirisi. Onların istəkləri, qayələri surənin axırına çatmaq, surəni xətm etmək, bitirmək, sonlandırmaq olmamışdır. Və onların hər biri oxuduğu ayəni tədəbbür etmək, fikirləşmək, ayədə nə kimi əmrlər var, nə kimi qadağalar var, bunlar idi onların qayələri. Ona görə Qurandan doymazdılar. Qurandan daim faydalanardılar. Və kana vahidun minhum izə qara'al Qur'ana ayqana ennehu muxatib bihi. Yəni onlardan biri Quran oxuyanda yəqin idi ki, xitab olunan o özüdür. Yəni əksəriyyətimiz Quran oxuyanda başqalarına fikirləşirik. Bu əməli etmə başqalarına qayıdırır. Bunu et başqalarına qayıdırır. Lakin sələflər müxatib, yəni xitab olunan birbaşa özlərini görərdilər. Bilərdilər ki, yəni Allah Subhanahu taala bunlara xitab edir. Yəni özünə xitab edir. Və ona görə Qurana böyük tədəbbür edərdilər. Qurana, yəni Quran onların əlindən düşməzdir. Ennel Quran anzalahu liyutla və yetədəbbər və yu'məl bi əhkami və ayəti. Quran endirilib ki, oxunsun, tədəbbür olunsun və əməl olunsun ayətlərinə və əhkamlarına. Yəni Quran təkcə endirilməyib ki, yəni mücərrəd olaraq oxudu. Xeyr, əməl olunmalıdır, fikirləşməlidirlər və əhkamları yerinə qoyur. Allah Subhanahu əfələ yetədəbbərunəl Qur'ana am alə qulubin aqfaluha. Onlar Quranı tədəbbür etmirlərmi? Yoxsa qəlbləri qıfla düşürmür? Əfələ yetədəbbərunəl Qur'ana və ləv kana min indi qeyri ləvəcdə fihi ixtilafən kəsir. Allah Subhanahu Quranı tədəbbür etmirlərmi? Onlar əgər Allahdan qeyrisindən olsaydı, onda çoxlu ixtilaflar tapardılar. Necə İbn Məsuddan radiyallahu anh'a gələn rəvayətdə belə buyurur İbn Məsud: "İzə səmi'tə fil Qur'ani ya eyyuhellezine amanu far'ah sam'ak fa imma xabarun tu'mar bih və imma şerrun tunha anhu." Deyir, Quran-Kərimdə ey iman gətirənlər eşitdikdə ona qulağı şəklə, yəni ona diqqətlə qulaq as ki, ya deyir əmr olunan bir xeyirdir, ya da qadağan olunan, çəkinməsi vacib olan bir şərdir. Və həzə İbn Abbas radiyallahu anhu cəəhu və səələhu Əbu Hamzədən qal. Bu İbn Abbasdır ki, Əbu Hamzə
rahimehullah onun yanına gəlir və ondan soruşur ki, inni səri'ul qira'ə. Deyir, mən çox iti Quran oxuyuram. İnni aqra'ul Qur'ana fi salasə. Və buyurur ki, mən 3 gündə Quranı oxuyuram. Yəni 3 gecədə. Və İbn Abbas radiyallahu anh ona gözəl bir söz deyir. Ləin aqra'us surətə minəl Qur'ani fi leylətin. Deyir, mən bir gecədə Quran oxumaqda, bir surəni oxumağa فأتدبر وأرتلها أحب إلي من أن أقرأ القرآن كما تقرأ. Deyir, mən bir gündə bir surəni oxuyub, onu fikirləşib, onu tilavət etmək mənə daha sevimlidir sənin bir gündə Quranı oxumağından. Yəni gəlir insan Quranı 3 gündə oxunmasından xəbər verir İbn Abbas radiyallahu anh. İbn Abbas radiyallahu anh isə ona xəbər verir ki, mən bir surəni oxuyub, onun ayəsini, onu fikirləşib, onu tədəbbür etməyi daha sevimlidir, nəinki sənin bir gündə, sənin Quranı, bu 3 gündə Quranı bitirməyindən. Və şeyx buyurur ki, فَالرَّمَضَانَ إِخْوَانِ أَفَاضِلْ شَهْرُ قُرْآنِ وَمُؤْمِنٌ يَجْتَمِعُ لَهُ فِي الرَّمَضَانِ جِهَادًا جهاد في النهار على الصيام ve cihadun bil-leyl ala qiyam ve qira'atul Kur'an. Ve buyuruyor ki Ramazan'da 2 cihad vardır. İnsanın müminin 2 cihadı vardır bu ayda, Kur'an ayında. Birincisi bu Ramazan'da daha da 2 cihad insanda cəm olur. Bu ayda 2 cihad cəm olur. Birincisi insan gündüzünü orucda keçirərək cihad etməsi, ikincisi də gecə qiraətdə, qiyamda, gecə namazında və Quran qiraətində cihad etməsidir. وَمَنْ جَمَعَ بَيْنَ هَذَيْنِ جِهَادَيْنِ وَوَفَّى بِحُقُوقِهِمَا وَصَبَرَ عَلَيْهِمَا وَوَفَّى أَجْرَهُ بِغَيْرِ حِسَابٍ بِإِذْنِ اللّٰهِ يَوْمَ الْقِيَامَةِ. Kimdir bu 2 cihadı vəfa edərsə, hüquqlarını qoruyarsa, haqlı əda edərsə və səbirli olarsa, onun əcri Allahın izni ilə qiyamət günü hesabsız verilər. وَقَدْ جَمَعَ نَبِيُّ sallallahu aleyhi və səlləm beynəs-siyam vəl-Qur'an fi hədis. Peyğəmbər sallallahu aleyhi və səlləm Qur'an oxumaq barəsində və oruç tutmaq barəsində olan fəziləti bir hədisdə cəm etmişdir və buyurmuşdur. El-Qur'an və-s-siyamu yeşfi'an li'abdin yevmel qiyamə. Quran və oruc qiyamət günü qul üçün şəfaətçil olacaqlar. Şəfaət edəcəklər, üzrxahlıq edəcəklər. Yəqulu-s-siyamu ey Rabbi məna'tuhu minət-ta'ami və şəhvəti fəşəffa'ani fih. Və oruc deyəcək, ey Rəbbim, mani oldum ona şəhvətin etməyinə, yeməyi yeməyinə və mənim onun üçün şəfaət etkinə, üzrxahlığımı qəbul etkinə. Və yəqulul Qur'an məna'tuhu nəvmi bil-leyli fəşəffa'ani fih. Və bu Quran deyər ki, ey Rəbbim, gecələri ona yatmağa mani oldum və mənim onun üçün şəfaətçil etkinəm. Və Peyğəmbər sallallahu və hər ikisi şəfaət verən Allah qatında mömin üçün etdikləri üzrxahlıq qəbul olunur və şəfaət verərlər Allahın izni ilə. Fənətəəmməl fi halin nəbiyyinə sallallahu aleyhi və səlləm mə'al Qur'ani fi Ramazan. Vermədiyi Peyğəmbər sallallahu aleyhi və səlləmin halın təəmmül edək, fikirləşək Ramazanda necədir Peyğəmbər sallallahu aleyhi və səlləm. وَلِنَتَأَمَّلْ حَالَنَا نَحْنُ مَعَ الْقُرْآنِ فِي رَمَضَانِ وَبْخَيْرِ رَمَضَانِ. Və öz halımızı fikirləşək, Quranla olan halımızı Ramazanda və qeyri-Ramazanda. Bə'du nəs fi əvvəl əşr əyyədin fi Ramazan yectəhid fi tilavət və qiraə. Deyir, bəziləri Ramazanın ilk 10-luğu günündə, ilk 10-luğunda ictihad edirlər, çalışqanlıq göstərirlər oxumaqda və tilavət etməkdə. Və fi əşrətə sənə yəksəl. Deyir, ikinci 10 günüdə isə tənbəllik canlarını alır və artıq nədir? Yavaş-yavaş qiraəti tərk edirlər. Axırıncı 10 gündə isə Quranı tərk edirlər. Məs-səbəb, şeyx deyir, bunun səbəbi nədir? لِأَنَّهُ يَنْشَغِلُ بِتَجْهِيزِ الْأَغْرَاضِ الْعِيدِ. Çünki onu məşğul edir, yəni Quranı tərk etməsinə səbəb olan nədir?
bayram hazırlığı və isti'dad li təchiz el-əvlad və nəhv zəlik, onu məşğul edir evladlarının hazırlanması. Mə'anə əşrəl əvaxir min Ramazan əşrun fadilatun. Baxmayaraq ki, Ramazanın axırıncı 10 günü ən fəzilətli günlərdir. Aqsamallahu təbarək və təala biha fil Qur'an fəqal. Və Allah Subhanahu taala Quran-Kərimdə bu axırıncı 10 günə, bu axırıncı 10 gecəyə and içərək buyurmuşdur. Və layalin əşr. And olsun 10'luğa, 10 gecəyə. Və kânən nəbiyyu sallallahu aleyhi və səlləm İzə dəxalət əşrə şəddə məzərəhu və əyqəzə əhləhu və əhyə leyləhu salavatullahi və sələmu aleyh. Peyğəmbər sallallahu axırıncı 10 gün girdi, daxil olduqda belin bərkidər, yəni həyat yoldaşlarından münasibəti tərk edər və öz əhlin oyadar və gecələrini dirildər, yəni gecələrini ibadətdə keçirdər. Və bə'du nəsə fi əvvəl Ramazan yənşərğu bid-duri vəl-əl'abi vəl-qurrati. Və deyir, bəzi şəxslər var ki, bəzi insanlar var, Ramazanın ilk 10'luğunda dəmno ilə, futbol ilə məşğul olurlar. Oyunlarla məşğul olurlar. Kartla və s. bu kimi şeylərlə. Bəl rübbəmə usibə fi həzəl əşr. Fəqa'adə anis-salə və ləm yəstati ən yusalli ilə nihayəti şəhər. Deyir, hətta görürsən bəziləri musibət baş verir onlara bu 10 günlükdə və namazdan qalırlar və hətta ayın axırına kimi namaz qıla bilmirlər. Subhanallah. Fəşəhrun həzə haluhu min fədailə zəkiyyi və sahibəl aqli ləbib lə yufəvvitəhu ixtənimhə fə innəkə lətədri ləalləkə lətədri əl-əm lətudrikul amil qadim. Deyir, ağıl sahibi, dərrakə sahibi, hikmət sahibi olan adam bu günləri boş-boşuna hədər etməməlidir. Əksinə qənimət toplamalıdır. Çünki sən bilmirsən ki, gələn ili dərk edəcəksən, gələn yoxsa yox. Yəni gələn ilə yetişəcəksən, yoxsa yox. Ömür qısadır və ondan dolayı da bu Ramazan böyük bir fürsətdir və bu fürsəti dəyərləndirmək lazımdır və onu dəyərləndirməyin də onun gündüzlərini orucda, gecələrini qiraətdə, qiyamda keçirməkdir. Və Allah Subhanahu taala bizlərə kömək olsun bu ayda gözəl ibadəti yerinə yetirməyi. Və axirə davana vəlhamdülillahi rabbil alemin.